Nurlan müəllim, niyə bəzi insanlar problemlərini heç kimə danışmır? Bəzi insanların problemi heç kimə danışmamasının səbəblərindən əsası budur ki, ümumiyyətlə insan bəzən elə düşünür ki, problemlər çoxaldıqca bir insanın probleminin çox olması onun nöqsanının və zəifliyinin göstəricisidir. Və adətən insan başqa insanlar qarşısında nöqsanlı və ya zəif görsənmək istəmir. Bizim egomuz buna manedir çox zaman ki, insan öz problemlərini başqalarına danışaraq özünü başqalarının qarşısında nöqsanlı və ya zəif göstərməsin. Bəzən səbəb bundan doğur, əsasən səbəb budur. İkincisi də çox zaman qarşı tərəfdən təhlükə gözləyə bilər deyə insan öz nöqsanlarını və ya problemlərini digər insanlara danışmaq istəmir. Çünki adətən həyatda insan güvəndiyi bir şəxs tapan zaman rahat şəkildə problemlərini həmin şəxslə bölüşə bilir. Amma çox zaman güvən problemi olduğu üçün, güvən məsələsində yaşadığı müxtəlif narahatlıqlara görə insan öz problemlərini adətən güvənmədiyinə görə başqa insanlara danışmır. Nəhayətdə iki mühüm səbəb olur. Bir səbəb insanın özünün nöqsanlı və problemli göstərməsini xoşlamamasına görə ki, zəif o görünə bilər və bu da egosundan insanın doğan bir məsələdir. Digər səbəb də güvən məsələsində istədiyi güvəni qazana bilmədiyi üçün qarşı tərəfdən öz problemləri haqqında ona bir söz deməyə çalışır. Adətən bu iki səbəb buna mane olur ki, insan öz problemlərini, nöqsanlarını başqa insanlarla bölüşsün və paylaşsın.